Salam dəyərli həmvətənlər, mən Elnur Əliyev. Yenə də qazilərdən söhbət eləyəcəm. Dəfələrlə mən bu barədə çox insanlarla canlı yayımda söhbət eləmişəm. Kimsə haqq qazandırır, kimsə haqq qazandırmır. Təbii ki, haqq qazandırmayanların qanında nə var? Nəsə mən şübhə görürəm. Çünki mən haqqı deyirəm, mən nahaq yerə heç bir şey danışmıram, mən haqqı deyirəm. Yəni deyirəm ki, əgər sən İlham Əliyev bu insanları gedib müharibədə qazi eləmsən, veteran eləmsən, şəhid eləmsənsə, sən eləmsən də bunu. İnsanlarımız gedib öz-özünə gedib olmayıblar ki, qazi şəhid. Sən bunların haqqını verməlisən. 80 manatla veteranlar dolanışıq ola bilməz. Bu mümkünatsız bir şeydir. Baxın qazimiz, qardaş qazimiz görün nə deyir. Cənab Prezident İlham Əliyev, buradan sizə səslənirəm. Qaz neft ölkəsində, qaz neft qızıl mədənləri olan ölkədə Avropada itə qoyulan hörməti Sahil Babayan burada biz qazilərə qoymur. Məni medallarla tərtib etmişsiniz. Medallarla tərtib etmişsiniz. Bala gəl 10 gün, acızdan ölmür. Ye bu medalı. Yala, sen de ye. Ye bu medalı. Bunları bu saklayacak. Medal saklayır bunları. Cənab Prezident İlham Əliyev. Sahil Babayana deyin. O Paşinyanın kardeşi Sahil Babayana deyin. Dəfələrcə Milli Məclisə, dəfələrcə deputatlara, dəfələrcə Sahil Babayana məktub ünvanlamışam. Dəfələrcə administratorunuza məktublar ünvanlamışam. Mən haqqımı istəyirəm. Mənim haqqımı qaytarın. Ya haqqımı, ya sağlamlığımı. Mən bilmirəm burada balama çörək alım. Özümü müalicəmi edim. 80 manat satmır. Cənab Prezident İlham Əliyev. Mənim sosial durumumu qarşılayın. Verin mənim pensiyamı. Pensiyam düşmür. Bu forma mənim üçün önəmlidir. Yenə geyinib, ön cəhbədə gedib xidmət eləməyə hazıram. Cənab Prezident İlham Əliyev, yenə də xidmət eləməyə hazıram. Çünki orada mənim şəhid qardaşlarım var. O torpağı üstündə. Mən xidmət eləməyə hazıram. Bunun kimi qardaşlar həddindən artıq çoxdur. Baxın, bax, bir də budur. Qrup Vətən Müharibəsi əlli qazisi Kənan Aşırov. Cənab Ali Başkomandan, Cənab Prezident. Yaşat fondu həkimlərin bizə yazdığı dərmanlara heç bir səy vermədən, büdcəmizdə pul yoxdur deyir. Bizə heç bir dərman internatı göstərmir. Dövlət xəstəxanalarına gedirik, bizi qəbul eləmirlər. Deyirlər ki, yatış olmaz. Ancaq Məşdağa dəlixanasına göndərirlər. Nevroloji xəstəxanalar, nevroloji balinsalar bizi qəbul eləmirlər. Allah haqqı bezmiş yardıq. Cənab Prezident, bunlar bizi çox pis vəziyyətə salırlar. Cənab Prezidentin özü bilir. Atamı, anamı vurmuşam. Yəni əsəblərim özümdə olmur, dərmanlarım kəsilib, özümdə olmuram. Ailəmə kimi dağılıb. Mən məhkəmədə iştirak etmədiyim halda, vətən müharibəsində yaralandığım zaman, müalicə aldığım zaman, Şəmkir məhkəməsi məni boşayaraq ən yüksək alimenti mənə kəsildi. Mən çox şəraitsiz şəkildə bir kirayədə yaşayıram. Mən heç nə istəmirəm, sadəcə müalicə istəyirəm, dərmanlarını istəyirəm. Sizə səslənirəm, Azərbaycan xalqı. Sizə səslənirəm. Vitse-prezident Mehriban xanım Əliyeva. Mehriban heç vecinəz ki. Mehriban öz keyfindədir, öz damağındadır. Mehriban dodağınızdan silikon şişirtməklə məşğuldur. Yəni mənim gözəl xalqım, gözəl Azərbaycan milləti, mənim deməyim odur ki, bu yenə də müharibə eləmək istəyir, getməyin, sülh və əmin-amanlıq istəyin. Çünki bu sizin siyasətini, öz siyasətinin qurbanı edəcək. Mən bunu dəfələrlə öz canlı yayımlarımda demişəm, yenə də deyirəm. İlham Əliyev Rus ordusuyla müharibə eləmək istəyir. Biz sülh və əmin-amanlıq istəyirik, biz müharibə istəmirik. Biz demokratik, biz bir ölkə istəyirik. Biz söz azadlığı istəyirik, biz bunu istəyirik. Biz İlham Əliyevi Azərbaycan hakimiyyətində istəmirik. Diktator rejim İlham Əliyev, diktator İlham Əliyev, diktator İlham Əliyev. Bax sən busan, diktatorsan.